Aleykümselam ve rahmetullahi ve berekatuhu. Soruşursan ki insan günah edir ama ettiği günahdan da utanmır. Yani bu insan büyük günah edir mi buna göre utanmamağına göre? Yok, utanmamağına göre yok. Ama ettiği utanmadan ettiği günahlara göre mesele fərqlənə Mesela insan utanmadan büyük günah edə bilər. İnsan utanmadan kiçik günah edə bilər. Yəni ki, amma utanmamaq özü pis bir əxlaqdır, yəni pis bir əxlaqdır. Yəni utanmamağına görə düşdüyü günahlara görə bunun halı dəyişə bilər. Böyük günah sahibi, kiçik günah sahibi. Və həmçinin bilməliyik ki, utanmaq imandandır. İmanın bir şöbəsidir. Kimin utanmağı yoxsa da iman naqisdir, yəni. Yəni bu hədislərdə də bu bilinmişdir, yəni imanı zəif olan kəsdir, yəni. Əgər bir insan Allahdan utanmazsa da, o insan, bəli, Peyğəmbər sallallahu əleyhi və səlləmin sözünə düşür ki, utanmırsansa nə istsən elə. Yəni ki, həya olmayanda insan hər şey edir. Ona görə insan həyalı olmalıdır, həya imandandır. Ona görə bir nəfər bir qardaşını danlayanda ki, nə qədər sən həyalısan, belə olma ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, qoy, tərk onu şeylə, burax ki, o deyir, həyanın hamısı xeyirdir. Yəni niyə onu şey eləyirsən sən, üstünə düşübsən? Həyalıdır, hamısı xeyirdir həyalı. Osman radiyallahu anhu da həyalı idi. Peyğəmbər sallallahu əleyhi və səlləmin həyası öz xidrində, yəni otağında olan qız uşağından daha yüksək idi. Subhanallah. Bəli, gənc Allah.